Ən birinci hamıya demək istəyirəm ki, hər kəsə salam. Bu gün mənim kənddəki başıma keçən, yəni kəndə getmişdik. Orada mən nə yaşadım, nə keçdim, onu sizə danışacağam. Ən birinci mən kəndə getdiyim gün. Ən birinci mən belə oyandım. Anam dedi ki, bugün kəndə gedəcəyik. Nəysə, biz hazırlandıq, çıxdıq yola. Çıxdıq yola. Qazər gəldi. 2-3 saatdan sonra çatdıq Şəfəqə. Bizim də kəndimiz Yardımlıdadır. Yardımlıda çox uzaqdadır. Nəysə, sonra isə biz də dayımı gözləməyə başladıq. Çünki Qazer oracanda getmirdi. Dayım isə gəldi, yanında mənim xalaoğlum Əli də var idi. Bəli, ondan adaşıq. Sonra biz kəndə çatandan sonra nənəm məni bir gördü, sevincdən patladı da. Salam. Tüpürcəydi, məni öpdü, elədi. Nəysə, sonra evə keçdik. Mənim səhər olanda, mən səhərlərim çox təzdən oyandım. Oyanandan sonra yemək yedik və sonrasında kənddə yeyər süfrəsidir də. Mən oturan kimi belim ağrıdı. Amma heç fərqad olmadım. Çünki kəndi çox sevirdim. Nəysə, aradım beləncə 2-3 gün keçdi. Mənim gördüm ki, bütün uşaqlar balağa gedir. Mən də adamdan icazə aldım. Bax, bir ay orada qaldıq. Bir ayın yarısını anamdan bu balağa getmək üçün icazə aldım. İcazə vermədi. Axırda mənim xalam gəldi. Onlar söhbət edəndə mən də əzdincə qaçdım, getdim bulağa. Getdim, gördüm, cənnətdir. Həm də özümə 2 dənə də dost tapdım. 2 dənə qardaş idi. Bir dənəsinin adı Əli idi, bir dənəsinin də adı İbrahim idi. Bəli, onlardan vaxt keçirdim. Gəldi saat ya 6 idi, ya 7 idi, axşam üstü idilər. Gəldim, anam dedi ki, sən hardasan? Yəni, istəndi də üstümə o qədər. Mən də az qorxmadım, Mən də o şeydim. Nəysə, səhərsi gün anamdan icazə aldım. Dedi ki, ayma, olar bu səfər gedim. Anam isə beləncə cavablandırdı. Armanda icazə vermərəm, amma getmirsən, görmüsən özünə də təzə dostlar tapmısan. Get, amma axşamüstü qayıtma. Mən də getdim. Amma axşamüstü qayıtdım. Nəysə, getdim həmin o dostlarımın yanına. Onlar velosiped sürürdü. Mən də dedim ki, ver bir 2-3 tur sürüm də. Verdi, getdim, yıxıldım orada qəşəng. Yıxıldım. Yaxşı ki, dərəyə düşmədim. Çünki bu dağın yanında dərədəşi idi. Nəysə, sonra mənim bu İbrahim olan dostum sənlər haqqında çox şeyə baxırdı. Sonra isə dedi, gəl bir cin çağıraq. Mən də dedim ki, yeri gedə, cin çağırma vaxtıdır. O isə dedi ki, nə olacaq, necə çağıraq. Mən də dedim ki, yaxşı. Nəysə, hamımız getdik. Balağın yanında, getdik biz bu balağın yanına. Balağın yanında bir dənə yıxı evi var. Yuxarısında, daha doğrusu, ora bir dağdır. Dağın başında da yıxı ev var. O evi sındırıblar, eləyirlər də, nə bilim, nə edirlər. Nəysə, onun içinə girdik. Gördük ki, ilandır, hörümçəkdir, hamısı oradadır. Və sonra çıxdıq. Dedik ki, ən yaxşısı onun çölündə eləyək. Nəysə, oturduq. Əli isə getdi, bir fincan gətirdi. Fincanla şam gətirdi.
Sonra isə biz çağırdıq. Ən birinci bir tıqqırtı səsi gəldi, amma mən də elə bildim ki, İbrahimdir. Birdən sən demə, mənə pusu qurublarmış. Onların bir dənə dostunun adı var. Adı indi yadımda deyil. Bir çıxdı böy. Altımı elədim də. Qaçdım, ay mama, hardasan zat. Dedilər ki, ala qorxma. Biz sənə zarafat edirdik. Nəysə, gəldi çatdı avqustun 11-də. Mənim ad günüm. Ad günümü mən Bakıda eləmək istəyirdim. Çünki bilirdim ki, kətdə olanda heç bir hədiyyə almayacaqlar. Xalam avqustun 11-nin səhərisi günü mənim üçün tort elətdirdi. O vaxt 10 yaşıma girdim. İndi də 10 yaşımdayam. 2025 idi onda. 10 yaşındayam. Getdik mən xara oğlumla. Dedi ki, get oraya. Uşağın tortuna eləyək də. Mən də anamdan tutdum ki, mama olar mən də gedim, mama olar mən də deyim. Dedim, axırda beynini yedim, apardı özdə mənimlə xala oğlum. Getdik mağazinə, oraya aldı. Mənim də zənniyim tutdu. Yanımızda tutaq pul var idi axım. Dedim ki, şükərli bir dənə impulus alaq. Impulus da nədir? Bir cipsidir. Kəndin ən qəşəng cipsi idi də. Hər gün alıb yeyirdim. Dedi ki, yaxşı, zəngələri deyir ki, alaq. Anam da deyir ki, alın çay içəndə yeyərik. Aldıq, gətirdik evə. Tortu hazırladı. Xalam ondan sonra da getdim. Mən yenə getdim o həmin dostlarımın yanına. Dostlarım isə oturmuşdum. Mən də dedim ki, ad günümdür bu gün. Deməmişdən əvvəl mənə çıxartdılar, hədiyyə verdilər. Bir dənə ayaqqabı idi. Mən də bilmədim. Bunlar mənim ad günümü hardan bilirlər? Xala oğlum deyibmiş ki, bir hədiyyə alın. Mən də isə çox sevindim elədim. Dedilər ki, biz sən ən yaxşı dostum. Əlbəttə dedim ki, ən yaxşı dostum sizsiniz. Əslində onu həqiqətən demişəm. Sənif yoldaşım Hüseynin yerini ala bilməz heç kim. Amma yaxşı dostlar idi. Nəysə elədik. Sonra onun 50 qəpiyi var idi. Kətdə də iki dənə simitka 50 qəpiyi idi. Yəni ucuzluq idi. Ondan sonra getdim mağazinə. Mən də dedim ki, Həyə gəldi ki, bura dedi ki, alacağıq. Simitka. Aldıq, gəldik. Çatdıya. Nəysə, mən də dedim ki, sağ ol, mən də ad günə gəlməliyəm. İstəyirsənsə qardaşımı da götür, gəl. Dedi ki, yo, mən nə qədər dedim ki, gəl, ad günümdə də dəvət edirəm. Gəlmədim. Sonra biz sağollaşdıq. Mən gəldim evə. Gördüm ki, bizim nənəmin evinin qabağında bir dənə qonşu var. Salman dayıcı. O dedi ki, anan səni öldürəcək. Hardasan? Sağırdandır qışqırır ki, ay Ali, hardasan? Girdim, anam oxluva ilə məni gözləyirdi. Özü də oxluvanı islatmışdı. Ondan sonrasında özünüz çox yaxşı bilirsiniz. Bəli. Danqadunk öldürdü mən. Bəli. Nəysə, mən amma ağlaya o tortun adına baxdım və ən pis ad günüm idi o vaxt. Ən pis ad günüm. Dünyanın ən pis ad günü bəlkə də mənim idi ya o vaxt. Nəysə, ondan sonra mən də beləncə qulağa getdim. Anam isə mən gördü ki, mən kəzməyə getmək istəyirəm də. Dayıma mənə dedi ki, sən o bu qulağa getmə, biz səni aparacağıq o taya. O tayda bilmirsən nədir?
Bizim kəndimizin meşəliyinə Otay deyirlər. Hə, nəysə günlər zat keçdi, aparmadılar. Axırda getməyimizə 2-3 gün qala apardılar. Oradan getdik şeyə, hansısa bir kəndə. Orada qartal var idi, amma həqiqi qartal deyildi. Heykəl idi qartal. İndi şəklini də qoyacağam axırda. Baxarsınız. Ha, o şey elədi sonra. Getdik ora, ondan sonra getdik qəşəngcə hansısa bir yerdə çay içdik. Çayımızı içəndən sonra qayıtdıq evə. Evdə şey elədik. Anam dedi ki, evə gələndə oca axşam idi. Dedi ki, artıq yatmaq vaxtıdır. Mən isə gəldim yerə, tək yatırdım. O əvvəlki evin saatini, Haladennikin səsinin birləşməsini hamınız çox yaxşı bilirsiniz də. Diz, yatanmadım, saat 3 idi, canavar zat uluyurdu. Yatanmadım. Səhər oyandım, gözümdən yuxu axırdı. Məcbur anama demədim. Nəysə, sonra dayım gəldi. Dedi ki, dayım gəldi, tər içindəydi. Mən də hərvətdə çıxıb qalxdım. Ki, dayı, nə olub? Dedi ki, qabağımı polislər kəsmişdi. Mən də dedim ki, o da heç nə demədən deyir ki, anavı çağır bura, bir də atavı, bir də babavı, nənəvi. Üzr istəyin, atam dedim. Sonra mən də çağırdım, bütün hamı şok içindəydi. Sən demə, dayım avtoxuliqanlıq edib. Bəli, çünki maldır. Maldır da özü yəni, mal. Tam bir mal. Bilinmir ki, avtoxuliqanlıq eləyəni tutunlar. 102 manat cərimə, maşını da 3 günlük əlindən alıb. Nəysə, sonra 3 gün keçdi, dayım maşını almağa getdi. Gördü ki, maşın rəngiləyiblər, eləyiblər, dağıdıblar. Alan kimi evə gətirdi, dedi, var yox, ana, baza, zat, hamısını söydü, axırda getdi. Onu təzətdirməyə. Nəysə, mən də sonra getdim həmən ki, halağın yanına. Gördüm ki, ay, heç kim yoxdur. Dedim ki, nəysə, gələnlər, 2-3 saat keçdi, gördüm ki, ay, yox, Mən də getdim, Əli ilə İbrahimgilin evinin qabağında. Onların da bu babası, yəni atası oturmuşdu qapının ağzında da dırnaqlarını tuturdu. Soruşdum ki, Əli ilə İbrahimgil hanı? Mənə adres verdi. Getdim oraya, gördüm ki, bunlar işləyirlər, kömək edirlər. Mən də getdim ki, kömək eləyəm. Sən də, yəni, orada kömək yox. Özümü biabır elədim. Lapatka ilə iş görürdülər. Mən də dedim ki, lapatka nədir ki, mən də heç vaxt öyrənməmişdim. Dedim ki, özümə güvənirdim. Lapatkanı yerinə oynatmadan yıxıldım. Əlbəttə, onların yanında bir hanım da var idi. Bilmirdim də kim idim. Gülməkdən öldü, mən də utandım əlbəttə. Dedi ki, utanma, biz də sənin bir dostunuq. Nəysə, aradan 2-3 gün keçdi, gəldi bizim evə getməyimiz. Evə getmək üçün Qazel dedi ki, yox, bəhanə axtardı da, yəni ki, İstəmirəm də, yəni mən sən bahanə axtardı demirdi. Deyirdi ki, gah deyirdi maşının bozulub 3 aya yox, 2 aya olar. 2 ay qaldıq. Sonra deyir ki 3 gün. Ta biz də bezmişdik. Ondansa getdik başqasını vurduq, bot. O da gələndə avariya elədi. Ta biz də bezdik. Axırda piyada gedəcəkdik.
Mən də dedim ki, yox bir tane. Əlbəttə ki, gedənmədi. Mən də məktəbdən qaldım. Tam 2 ay, yox, 3 ay dərsdən qaldım. Müəlliməm zəng elədi ki, qəyə belənciydi, qalır. Anam da dedi ki, çətdən çıxa bilmirik. Maşın bəhanə axtarır ki, aparmasın. Müəlliməm dedi ki, heç nə olmaz. Yenə də gələr, ona öyrədərəm dərsləri. Nəysə, mən yenə getdim axırıncı gün qılağa. Dedim ki, sabah mən gedirəm. Onlar inanmadılar. Elə bildilər ki, şey eləyirəm. Zarafat eləyirəm. Dedilər ki, axırda dedim, inandılar. Nəysə, axırda başqa bir maşınla danışdıq. Gəldi evə. Maşın gəldi, apardı evə. Saat gecə 12-də çıxdıq. Saat 4-də evə gəldik. Hələ bu heç yanıdır. Saat 12-də çıxdıq, 4-də evə gəldik. Səhərə yaxın ha. Nəysə, maşına mindik, 3 saat şəfəqdə gözlədik ki, qalaca maşın gəlsin. Biz o tərəfəcən daima apardı şəfəqəcən. Şəfəqə qədər daim apardı. Şəfəqdən sonra da hansısa bir bağırtı çağırdıq, apardı bizi. Birdən gördüm ki, yolun yarı yolda gördüm ki, yox, mənim ürəyim bulanır, qaytaracam. Bulandı. Axırda anama dedim, kalok çıxardı, sonra da batırdım. Amma kalokun içinə. Yəni qostum deməkdir də, yəni bu. Nəysə, biz evə çatanda mən yatmışdım. Durdum, acımdan ölürəm, sağ olsun. Xala oğlum getdi, yemək aldı mən. Xala oğlum da 2-3 gün qalırdı bizdə. Nəysə, biz evə gəldik. Leş düşdük də, gördük ki, hər yan dağınıq. Anam bir də 3,5 saat onu elə evi yığışdırdı ki, biz rahat yataq. Saat gəldi, çatdı 5-in yarısına. Ata durdu, dedi ki, bu nə səsküydü zat. Biz də dedik ki, evi yığırıq ki, rahat yataq da, hər yer sizə bir zatdır. Uşaqlar zibirin içində yatsın. Nəysə, mənim də dayım da evdəydi. O da səhərə yaxın gedirdi. O yandı getdi işə. Nənəm zəng elədi ki, çatdınız. Anam da dedi ki, çatmışıq, eləmişik. Əsl şey indi başlayır. Kətdən gəlmişik. Nəysə, biz yatdıq. Səhər oyandıq. Bütün işi gücü qardaşım, mən, bir də xala oğlum elədi. Anam ancaq oturdu, elətdi. Yox, bir padvalı təmizləyin, onu eləyin zat. Mən də öldüm ki, kəndə gedəm. Bax, hələ də o kənd üçün darıxmışam. Kəndə elə düz deyirlərmiş. Bax, kəndə qurban olum. Onu düz deyirlərmiş. Bax, onu düz deyirlərmiş. Nəysə. Amma o İbrahimlə Əlinin dostluğu hələ də mənim içimdədir. İbrahimlə Əlinin dostluğu hələ də mənim qəlbimdədir. Gəldik, yorğun idik da, yatdıq, durduq. Axırda xala oğlum getdi. Mən gedəndə mən də ağladım ki, məni də aparsın. Axırda məni də apardı. Məni də apardı. 2 gün onun kətdə qaldım, ondan sonra gəldim, yay tətili idi. Kef elədim də, inanırsınız, kef. Keflərin də kefi. Bu arada bu oyunun adını soruşursunuzsa, yəni arkadakı oyunun adını soruşursa, Roblox'dur. Bəli, onu seni silmişəm, əvvəlkinindir. Nəysə, biz gələk əsas məsələmizə. 2 gün qalandan sonra axırda Qəzel gəldi, məni tək başına yolladı. Yolladı. Mən bir tırsıldım.
Kaysər axırda düşdü, dedi ki, mağazində deyir ki, nəsə istəyirsən soxdan zaddan. Mən də acımışdım. Dedim ki, bir dənə xorasan alsanız yaxşı olar. Aldı, gətirdi, verdi, yedim. Ondan sonra başımı qoydum, yatdım. Durdum, səhərə yaxındır. Hələ bu mağazinin qabağında gözləyir. Mən də içimdən adama söydüm. Ki, tabi əslində qoy yataqda, üzr sayın, qoy gedək də evimizə getməyi zat istəyirsəm. Adama dedim ki, kaçan gedəcək, deyir ki, hələ var. Nə hələ var? Hələ 20 yanvardan 2 nəfər gedəcək. Gəldilər insanlar. Yanlarında da uşaqlar var idi. Yəni toplamda 4 nəfər idilər. 4 nəfər. Gəldilər. İndi biz yola çıxdıq. Mənim də öz telefonum yanımdaydı. Anam zəng elədi. Dedi ki, hardasan zat? Mən dedim ki, mən hələ indi çıxmışıq. Anam dedi ki, boy, o evi yıxılsın zat. Hələ indi çıxarsınız yola. Xarabadır da. Xaraba. Bakı xarabaxanaydı. Kənd həyatı daha qəşəngdir, Allah haqqı. Bəs siz kənd həyatından neynəmisiniz? Məsələn, kənd yerində neynəmisiniz? Aşağıda kommentlərə yazın. Mən bir video hazırlayacağım, orada oxuyacağım. Nəysə, gəldim evə. Xaloğlum getmişdi. Dayım gəldi. Ondan sonra dayım dedi ki, Əli, sən kənddə naşnikin qalıb. Naşnikim kənddə qalmış. Getdi dayım bir də mənə apardı, yenə onu götürdü, gəldi. Götürdü, gəldi. Ta qalmadığım şey yox idi. Axırda bir şeyim də qaldı. Paltar, corabım. Corabım da ta dedim ki, gələn səfər. Hələ də oradadır. Qardaşım kəndə gedəndə mənim getdi corabımı da gətirdi, sağ olsun. İndi özü yanımdadır, mulama. Baxsana. Nəysə. Bu qədərdir uşaqlar. Yəni, sizin də varsa, deyil. İndi isə ikinci kənd həyatıma keçirik. Mənim xalamgilin kəndi. Sabirabad. Bəli. Ora yardımlıdan daha da gözəl idi ya ora. Yəni o qədər qəşəngdi ki, adam getmək istəmirdi. Əslində yerdən deyirsiniz ki, hara getmək istəmirdi. Elə bilərsiniz ki, o qədər qəşəngdi ki, ora kəndə getmək istəmirdi. Amma evə getmək istəmirdi. Yəni çox qəşəngdi də. Getdi, bağları var idi, zat çox gözəl idi. Amma yardımlı tam tərsi idi. Xarabaxana. Çox pis idi yardımda. Nəysə, getdi ora. Orada işıqlar tez-tez sönürdü. Amma mənim vecimə də deyildi də. Vecimə də deyildi. Gedirdi, gah eşeğe minirdi, gah ata minirdi. Axırda bir uşaq gəldi ora. Uşaq gəldi, gələr gəlməz sataşdı mənə. Mənim əmim də dedi ki, o sən sataşır, sən də vur. Mən bir yumruq açdım ona, bir yumruq qoydum ona. Məriyə dedi. Xalam da dedi ki, afərin, yaxşı elədin. Onun əmim də dedi ki, afərin, yaxşı elədin. Onun da anası dedi ki, yaxşı oldu sən, zor elədi. Təbii qurban, sən həmişə elə bunu sataşsa, mənim uşağımdır, mən də onun cavabını verəcəm. Çox rahat idim da. Bundan sonra uşaq mənə sataşmadı, getdi evinə. Şef idi də əməli başda. Yəni həyatım bu qədər qəşəng keçməmişdi. Sonra getdik biz əmimlə kokruz aldıq, cips aldıq, saat elə bir.
Çox qəşəngdir. 2020 idi onda. 2020. Mənim yəni ondan artsın 4. 4 yaşım var idi bax. 4 yaşım. 4 yaşda ən qəşəng 20 yaşadım da. Çox gözəl bir həyat idi. İnanırsınız? Gözəl idi həyat. Çox qəşəngdir. Nəysə, sonra getdik, axşam oldu. Qorxulu kino açdıq. Kinonun adı Jason idi. Jason da hamınız bilirsiniz də. Jason. Baxdıq. Kəsmələr, öldürmələr vezimə dalmadım. Dedim ki, əsi nə olacaq? Bax getsin yəni. Dünyanın ən qəşəng günüdür bu gün. Bax getsin. Nəysə. Sonra isə yatdıq. Yatanda mən bir kabus gördüm, oyandım. Kabusu demək istəmirəm, çünki yadımda qalmayıb. Nəysə uşaqlar. Ondan sonra da evə getdik. Ondan sonra da öz evimə qayıtdım. Və beləncə hekayələr çox gəlməsini istəyirsinizsə, abunə olub like atın. Sağ olun.